Salam əziz dostlar, ağır toy sezonunu gerdə qoyduq. Artıq ilin sonuna doğru yaxınlaşırıq. Həftədə 2-3 toyla kifayətlənirik bu aylarda. Müğənnilər də yəqin təsdiqləyər. Və belə olan halda məni tanıyanlar bilir ki, mənim Azərbaycandakı evimdə də, Rusiyada da belə bir elektrofortepianom var. Zaman zaman mahnıları məşq edirəm, özüm üçün raspevkalar eləyirəm, rus demiş. Deməli, bir 30 saniyəlik təzəlikcə eşitdiyim bir qəşəng mahnıya rast gəldim. Onu elə belə məşq etdim və TikTokda paylaşdım. Ölkənin yarısı Üzeyir Hacbəyov oldu, yarısı nə bilim Tofiq Quliyev oldu. Nə olub ha sizə? Yarısı deməzdim də və biraz incələdim bu kommenti yazanları. İndi sizinlə bir yerdə yenə qadınları başa düşmək olar. İş budur ki, qadınlar gözəl sözlər yazıblar. Əllərinizə sağlıq, ürəyinizə sağlıq, duyğulandım. Bunun tənqid də var. Afət xanım, belə mahnılar sizlik deyil. Peşəkar mahnıları oxuyun. Və yaxud mahnı səsinizə düşmədi. Belə də yazan var, olsun. Amma indi buna baxın. Bu boyda kişi komment nə yazıb? Yazsın ki, bəyənmədim. Mən də razıyam. Yazıb ki, gör dünya kimlərə qaldı. Mən də yazdım ki, Kamaz şoförünə söz veriləndə yazarsınız. Əslində bu kebab bişirəmsə yazardım ki, kebabçıya söz veriləndə, nə bilim, baş aşbaz olsa onda da, yəni bunun gördüm ki, Kamaz sürür və yazdım Kamaz şoför. Mən buna şər atmadım, gördüyümü dedim. Bunun həl atasına rəhmət. İndi görün buna baxın. Buna yazıb ki, bunun vidinə baxın, bunun dodağına, qaşına, gözünə. Bu cür şəkil çəkib ora qoyan, nə bilim, nə düşünür, nə düşüncədədir, özünə nə deyir bu. Bunun ətrafında bir dostları yoxdur, buna desin ki, bu nə deyir bu. Bunun ətrafında bir dostları yoxdur, buna desin ki, bu kişi şəkil deyil ümumiyyətlə, bu nədir? Belə profil şəkil qoyar kişi. Yəni yazır ki, Allah sənin ömründən kəssin, mənim ömrümə calasın. Yəni, bu tipli mesajlar. İndi o birlərə baxın, görün, narkotikanı təbliğ eləyən, içkini təbliğ eləyənlərə baxın, buna baxın səsini. Neyse, bu narkotikanı təbliğ eləyir. Bunun adı Akif Ferhat 7. İndi bu birisi buna baxın. O da belə bir komment yazıb ki, səsin batsın, nə bilim nə, belə yəni qarğış. Əvvəla kişi qarğış eləməz, buna baxın. İçkiyə qarışanda başım. Yəni bunu onlarla, ondan sonra hələ bir neçəsi bilirsiniz nə edib? Oğlanlardı bığlı saqqallı. Poza veribdi, belə arxadan özünü çəkdirib. Siması bığlı saqqallı bəyəfəndi. Mən əziz izləyicim, mən sizi elə görmək istəmirəm. Özünüzə çəki düzən verin, şəkillərinizi paylaşacağım. Və dostlar, mən Azərbaycanda maşın sürəndə də gördüm indi danışacağım mövzunu. Az da olsa bir aqressiv kütlə var. Mən niyə onu daha çox hiss elədim buradan gedəndə? Burada saatlarla tıxac da olsa, bu cür söyüşlər, onu döysün, bu bunu vursun, o ona söysün. Belə şey mən görməmişəm. Amma orada mən yayda gördüm ki, sürücülərdə də bir-birinə qarşı bu agresiya var. Bunun da kökündə, məsələn, səhifədə müğənnilərə hücuma keçən bu tipli adamları araşdırdım. Kökündə nə dayanır? Bunun əksəriyyətinin banka borcu var. Banka da borc nədən yaranıb? Yenə dərdə dərmana versə dərd yarıydı. Telefon almağa. iPhone 17 çıxıb, bu gedib, bəyəfəndi iPhone 17 alacaq. Və ayın axırı çatanda da dəliyə dönür, bank pulunu istəyir. Bu səhifədə məni görür, ya digər sənət yoldaşımı. Başlayır hücuma, ağzına gələni yazmağa, çünki aqressivdir, abijnikdir. Xoşbəxt bir adam görəndə də lap dəliyə dönür, qıcıqlanır. Ay balam, sənin o cürə o günə düşməyinin səbəbkarı mən deyiləm. Sənin o başında olmayan ağlındır. Bunu da qoydum kənara. Və buradan üzümü tuturam. Bir musiqiçi yoldaş var, Azərbaycanda yaşayır. Mən 22-ci ildən Rusiyaya çıxıb gəlmişəm, dostlar, bilirsiniz. Bu gedib məndən sonra, yəni mən orada olmaya, mənim adımı ora verib, telefon nömrəmi verib, pul götürüb, hardansa. Mənə əvvəllər çox zəng gəlirdi, sonra ortada mən onu
tapdım həmin adamı, dedim etmə eləmə, səni ifşa eləyərəm. Ondan sonra dayandı zənglər. İndi ifşa eləyərəm. Ondan sonra dayandı zənglər. İndi yenə başlayıb. Mən sənin bu dəfə adını çəkmirəm. Get o borcun bağla, mənim nömrəmi oradan çıxartdır. Nə eləyirsən elə, bu zəngin arası kəssin. 1 saat fərq var, saat burada 9 olanda orada 10 olur. Toydan gəlmişəm, yatmaq istəyirəm gün ortaya qədər. Mənə zəng qaldırır, nəyə görə? Ona görə sənə buradan deyirəm, bu dəfə hörmət edirəm, adını çəkmirəm, get təcili mənim nömrəmi də adımı da oradan çıxartdır. Sən də maşenniksən, elə o nömrəni götürən o qurumdur, şirkətdir, onlar da maşennikdir. Mən özüm orada yoxam, sənəd verməmişəm, imza çəkməmişəm. Nə deyib mənim nömrəmi qeydiyyata götürmüsən və məni 2 gündən bir narahat edirsən. +99 410 nömrəsi ilə başlayır. Hər gün də blok eləyirəm yeni bu cür nömrələr. Elə bir balalayır nömrə. Bir 20'sini yazıb qoyacağım o nömrələrin və o şirkət kimdirsə, yaxında da onlar barədə bir video çəkib paylaşacağım aidiyyatı qurumlardan həmin vaxtda ölçü götürmələrini xahiş eləyəcəm. Hələlik bu sənətçi yoldaşa deyirəm ki, təcili get, nə edirsən et.